Salam dostlar. Deməli bu qalın Oxford lüğətini ömrümüz çatsa bunun hamısını oxuyub tərcümə edəcəyik. Dünyadakı bütün ingiliscə sözlərin olduğu lüğət. Deməli biz burada qalmışdıq. Access course. Access course. Bu nə deməkdir? Bir sözlə ifadəsi bizim dildə, yəni hazırlıq kursu, yəni keçid. Hazırlıq kursu. Yəni bunun tərifi də var. Gəlin baxaq. A course of education. A course of education yəni hazırlıq kursu deməkdir. Bu da education yəni təhsil deməkdir. Təhsil kursu. Education that prepares students without the usual. Dostlar, usual iki cür tələffüz olunur. Bir usual, bir də usual. İki cür. Usual deməli, qualifications in order that they can study at university or college. Deməli, bu access course yəni nə deməkdir? Bir təhsil proqramıdır, təhsil kursudur. Hansı ki, prepares, hazırlayır kimləri, tələbələri. Nəsiz, sızsız, susuz şəkilçisidir bu, without. Nəsiz hazırlayır? Usual qualifications, yəni həmişəki adəti üzrə deməkdir, usual. Yəni həmişəki ixtisas. Bu qualifications da ixtisas sənədi deməkdir. İxtisas sənədi. Yəni məsələn o ixtisası bildirən diplom, sertifikat, ixtisasın özü o deməkdir. Yəni adəti üzrə tələb olunan ixtisas sənədləri olmadan tələbələri hazırlayan bir təhsil proqramıdır. Nə məqsədlə? O məqsədlə ki, in order that they can study, yəni onlar təhsil ala bilərlər universitetdə və ya kollecdə. Ora hazırlaşdırmaq üçün yəni bir təhsil proqramıdır. So accessible. Accessible nə deməkdir? That can be reached, entered, used, seen, etc. Yəni türklər deyir erişilə bilən, yəni çatıla bilən, ulaşıla bilən, ora çatıla bilən, daxil oluna bilən, istifadə və ya görülə bilən və ya s. Yəni bizim dildə bir sözlə ifadəsi accessible, yəni əlçatan, çatımlı, girişi mümkün olan. Remote desert area is accessible only by helicopter. The remote desert area is accessible only by helicopter. Yəni remote nə deməkdir? Uzaq deməkdir, ucqar. Ucqar deyir səhra bölgəsinə giriş nə iləndir? Yalnız vertolyotlandır, helikopterləndir. These documents, bu dokumentlər, sənədlər are not deyildir, nə? Accessible to the public, ictimaiyyata açıq deyildir. Sonra accessible'ın ikinci mənası var, easy to understand, yəni başa düşülməsi asan. Demə, yəni asan başa düşülən, yəni gəlin bir sözlə ifadəsinə baxaq. Yəni asan başa düşülən, anlaşıqlı, əl çatan. Məsələn, her poetry is always very accessible. Onun deməli yəni şeiriyyatı, yəni poeziyası, şeiri nədir? Həmişə çox əl çatandır. Yox, əl çatan yox, anlaşılandır, asan başa düşüləndir, anlaşıqlıdır. Yəni o şeirlərini oxuyanda tez başa düşmək olur. A program making science more accessible to young people. Bir proqramdır hansı ki making elmi nə edir? Gənc insanlara anlaşıqlı edir, başa düşülən edir. Yəni daha da başa düşülən edir, more accessible. Sonra üçüncü mənası var accessible'ın. Bir insana aiddir. Easy to talk to and to get to know.
Easy to talk to, yəni ünsiyyət qurulması asan və nədir? Və bir də get to know, dostlar, buradan ifadədir. Yəni tanımaq, yaxından tanımaq. Yəni bir sözlə ünsiyyətçil, yaxınlaşılması asan. Bir adama accessible adam deyirlər, yəni accessible person. Və bunun antonimi var, opposite. Inaccessible. Inaccessible, yəni çətin adam. Antonimidir bu. Accessibility. Accessibility nə deməkdir? Birinci mənası əlçatanlıq, çıxışın, girişin asanlığı. İkinci mənası var əlçatanlıq, yəni giriş imkanları, fiziki və ya ümumi istifadə rahatlığı əlillər üçün. Üçüncü mənası var anlaşıqlıq, asan başa düşülən. Bax bu accessibility, bunun mənalarını. Deməli, bunu da oxuyaq bitirək. Accession. Accession yəni taxta çıxma. Taxta çıxma. The act of becoming a ruler of a country. Ölkənin hökmdarı olmaq. The accession of Queen Victoria to the throne. Kraliça Victoria'nın taxtaca sahibliyi. Yəni taxta çıxmağı, taxta çıxma. İkinci mənası the act of becoming part of an international organization. Beynəlxalq təşkilatın üzvünə çevrilmək, bir hissəsi olmaq. Yəni qəbul olma, üzv olma, daxil olma. The accession of new member states to the EU in 2004. 2004-cü ildə Avropa İttifaqına yeni üzv dövlətlərin qəbulu, daxili, üzvlüyü. Sonra the new accession states of the EU. Avropa Birliyinin, Avropa İttifaqının yeni üzv dövlətləri. Üçüncü mənası var accession'ın. A thing that is added to a collection of objects, bir əşyadır. Artırılır. Obyektlərin kolleksiyasına, paintings, rəsmlərin kolleksiyasına və s. şeylərin kolleksiyasına harda? In a library or museum. Kitabxanada və ya muzeydə. Bunun da bir sözlə ifadəsi kolleksiyaya, kitabxanaya əlavə edilən yeni əşya. Gələn dəfə bu sözdən davam edərik.